deməli, ətrafındakı əzələlərin qeyri-iradi olaraq yumulması və xəstənin iradəsindən asılı olmayaraq yumulmasıdır və xəstə bunu açmaq istəyəndə aça bilmir. Gözlərini aça bilmir, çox ciddi çətinlik çəkir. 8 ildir ki, bu xəstədən əziyyət çəkən xəstə son 2 ildir isə daha da şiddətli şəkildə bundan əziyyət çəkir və artıq əli ilə də olsa göz qapaqlarını açmaqda ciddi çətinlik çəkir. İndi siz təsəvvür edin ki, özü də xəstə cavan bir insandır, yəni yaşlı insan da deyil və bu insan əvvəllər işləyib, usta işləyib, yəni əməlli-başlı bir peşə fəaliyyəti ilə də məşğul olub, əvvəllər maddiyyəti də normal olub və bu blefarospazm xəstə yaranandan sonra xəstə iş qabiliyyətini tamamilə itirib, işləyə bilmir, yəni hər hansı bir maddi qazancı da olmur. İşin qəribə tərəfi odur ki, bu elə bir diaqnozdur ki, buna heç əlillik də düşmür, əlillik pensiyası da düşmür, çünki deyirlər ki, bunun kağız üzərində müalicəsi var. Müalicəsi dərmanlarla kifayət qədər xəstə yaxşılaşa bilmir, yenə də iş qabiliyyətini bərpa edə bilmir təbii ki və sadəcə ən dünyada qızıl standart müalicə isə botulinum toksin müalicəsidir. Düzgün botulinum toksin müalicəsi. Doğru əzələlərə, doğru hədəflə, doğru taktika ilə düzgün dozada yeridilmiş botulinum toksin müalicəsi ilə bu xəstələrin həyat keyfiyyətini bərpa etmək olur. Və bu xəstələrə botulinum toksin inyeksiya eləyəndən sonra bu xəstələrin həyatı fantastik dərəcədə dəyişir. Söhbət nədən gedir? Təsəvvürlə bu insan gözləri deməli yumulduğu üçün görmür, yəni bu insan faktiki olaraq görmür. Ona görə yox ki, bu insanın görməsində problem var, gözün görməsində. Ona görə ki, bu insan sadəcə olaraq gözü bağlıdır, ona görə də görə bilmir. Yəni açılsa görəcək, açmaqda çətinlik çəkir. Görə bilmədiyi üçün adam işləyə bilmir, işləyə bilmədiyi üçün pul qazana bilmir, pul qazana bilmədiyi üçün pulu olmur ümumiyyətlə insanın və belə insanlar əlillik də buna verilmədiyi üçün heç olmasa əlillik pensiyası da ala bilmir də. Yəni bu insan heç bir maddi təminatı yoxdur və çox böyük çətinlik çəkir. Düzgün botulinum toksin inyeksiyalarından sonra bu xəstələr deməli göz qapaqları açılır və xəstə deməli normal görməsi bərpa olunur və bu insan görməsi bərpa olunandan sonra təzədən əvvəlki işlərinə məşğul ola bilir. Tamamilə